siyafor içirəm. Tamam, siyafor içə bilərsiniz, çox gözəl. Müəyyən dərəcədə qan şəkərinizi nizamlaya bilər, qan şəkərinizi müəyyən dərəcədə stabilləşdirmək üçün cəhd göstərə bilər. Sizin bilmirəm qidalanmanız necədir, çünki qidalanma ilə bu dərmanı dəstəkləmək lazımdır mütləq şəkildə. Yoxsa heç bir işə yaramır siyafor. Siyafor içmirsiniz, bilmirəm nə içirsiniz üçün. Qidalanma burada əsas rol oynayır. İnsulin direnciniz doğrudan 19-sa da problemimiz çox böyükdür. Siyaforla alınmayacaq. Mütləq fiziki aktivlik qorunmalıdır, idman edilməlidir. Əzələlər belə deyim, tonuza gətirilməlidir, yatmamalısınız qətiyyən, şirniyyat, şəkər, ümumilikdə həyatınızdan çıxmalıdır bir dəfəlik. Və bu rejim 6 ay, 5 ay qorunduğu təqdirdə, bəli, bu insulin direncindən qurtulmağımız mümkündür. Allah eləməsin ki, bu problem gəlib ikinci tip şəkərli diabet xəstəliyinə çevrilsin. Çünki insulin direnci prediabet deyilən bir problemdir və şəkər xəstəliyinin bir addım əvvəlidir. Yəni bunu diqqətdə saxlayın. Yəni mənim insulin o qədər adiləşib ki, artıq mənim insulin direncim var. Hər 3 nəfərdən 5-inin demək olar ki, insulin direnci var. Ona görə də adiləşib. Amma əslində bu bizə çox şeydən siqnal verir. Bu bizə bir növ belə deyək ki, işarədir ki, yəni sən düzgün yaşamırsan.